Rusiya imperiyasında kəndlilər üçün sosial və müstəmləkə zülmündən qurtulmağın radikal vasitələrindən biri dağlara və meşələrə qaçmaq idi. Qaçmalar həm də kəndlilərin istismarçılara qarşı mübarizəsinin partizan formaları ilə əlaqələndirilirdi. Qaçaqlar silahlı dəstələr yaradır, istismarçıların malikanələrinə və polis postlarına hücumlar təşkil edirdilər. Partizan mübarizə üsulları Rusiyanın kənarları üçün xarakterik idi. Qaçmaq və quldurluq Azərbaycan kəndlilərinin ən qədim və geniş yayılmış mübarizə formasıdır. Qaçaq hərəkatının kənddə dərin iqtisadi və sosial kökləri var idi. Feodal və milli müstəmləkə zülmü, kəndlilərin yoxsul vəziyyəti, qaçaq hərəkatının yaranmasına səbəb olan əsas səbəblər bunlar idi. Çar hökumətinin bütün rəsmi nümayəndələri qaçaqları cinayətkar və soyğunçularla eyniləşdirərək onları quldur adlandırsalar da, bəziləri kəndliləri qaçaqlar sırasına sövq edən əsas sosial-iqtisadi səbəbləri etiraf etməyə məcbur oldular. Belə ki, Ali Baş Komandan dəftərxanasının məmuru Qafqazda quldurluqlar haqqında məqaləsində etiraf edirdi ki, bizim dərin qənaətimizə görə Qafqazdakı quldurluqlar burada formalaşmış qeyri-normal həyat şəraitinin nəticəsidir. Soyğunçuluq insanların həyat şəraitindən qaynaqlanan sosial hadisədir. Qəribədir ki, Qafqaz əhalisi torpaq qıtlığı, məlumatsızlıq, kredit çatışmazlığı və digər səbəblərdən ildən ilə yoxsullaşır və ehtiyac içində olan insan bildiyimiz kimi hər şeyə qadirdir. Bu arada məlumdur ki, ölkəmizdə torpaq münasibətləri hələ də xaotik vəziyyətdədir. Aqrar bəlalar durmadan artır, bir çox cinayətlərə səbəb olur ki, bu da öz növbəsində quldurluğun artmasına təsir göstərir. Bəzi yerlərdə əhali torpaq çatışmazlığından boğulsa da, yaxınlıqdakı böyük torpaq sahələri boşdur. Qaçaqların sosial kökləri Qafqazşünas Buxun əsərində də eyni şəkildə qiymətləndirilir. Qafqazda torpaq idarəçiliyi məqaləsində o yazmağa məcbur oldu. Mənim müşahidələrimə və yerli mütəxəssislərin ifadələrinə görə bu acınacaqlı quldurluq hadisələrinin qaçaq hərəkatı səbəbləri bunlardır. İlk növbədə, yerli əhalinin yerləşdiyi dilənçi vəziyyət onun dağlıq ərazilərdən torpaqların zəbt edilməsindən, dağ ətəylikdən zəbt edilməsidir və dərələrin, onun mədəni həyatın bütün nemətlərindən məhrum olması və köçkünlərin ona qarşı düşmən münasibəti. Hətta Rus məmurlarının bu etirafları da inandırıcı şəkildə sübut edir ki, qaçaq hərəkatı Azərbaycan kəndlisinin yaşadığı sosial və müstəmləkə zülmünün bütün şəraiti ilə yaranıb və sırf sosial xarakter daşıyıb. Burada bir tərəfdən məzlum aşağı təbəqələr, digər tərəfdən isə zalımlar bir-birinə qarşı toqquşmalarda dayanıblar. Bu hərəkatın iştirakçıları daim öz düşmənləri ilə şiddətli mübarizə aparırdılar, məğlub olduqları üçün dönə-dönə meşələrə, dağlara yığışıb oradan xalqa zülm edənlərə hücum etdilər. Qaçaq hərəkatının ictimai xarakter daşıdığının, kəndlilərin zülmə və istismara qarşı fəal etirazını ifadə etdiyinə ən inandırıcı sübutlardan biri də qaçaqlar xalq tərəfindən dəstəklənməsidir. Qaçaqların sıraları bir neçə yüz nəfər idisə, onları dəstəkləyən kəndlilərin sayı bir neçə yüz min nəfərə çatırdı. Az sayda rəsmi sənəd var ki, onların müəllifləri qaçaqların əhalinin ən geniş dəstəyini aldığını qeyd etməsin. 1906-cı il dekabrın 28-də tərtib olunmuş rəsmi sənədlərin birində qaçaq nəbi hərəkatı haqqında danışan müəllif etiraf etmək məcburiyyətində qalıb ki, Qafqazda oğurluqların tarixi müəyyən etmək üçün yetərincə material verir ki, onların arasında quldurluq öz dövründə belə inanılmaz inkişafa nail olub, onu nəinki sistemli şəkildə gizlətmiş, hətta quldurluğun inkişafına töhfə vermişlər. Bölgədə quldurluğa təkcə cinayət deyil, həm də cəsarət mübarizədə əzmkarlıq kimi baxılır. Qaçaq hərəkatlarının gücü onda idi ki, onların yetişdirdiyi yer kəndlilər idi və onlar öz dəstələrini daim artırırdılar. Bu baxımdan Bilik qəzetinin Yelizavetpol quberniyasından olan müxbirinin reportajı xüsusi maraq doğurur. Orada deyilirdi ki, əhali quldur dəstələrinin sıralarını daim və müntəzəm olaraq artırır. Yerli əhalinin onlara rəğbəti böyükdür. Vəziyyətə görə bir neçə kənddə qaçaqların tutulmasının şahidi oldum və buna görə də içində soyğunçular olan müsəlman kəndinin psixologiyası ilə hər tərəfli tanış oldum. Müsəlmanların çoxu qəsdən quldurları təqiblərdən qoruyur, onlara hər şeydə rəğbət bəsləyirlər. Bu etiraf hökumət məmurlarının bir çox kəndlinin qorxusundan qaçaqlara kömək etdiyinə dair fərziyyələrini təkzib edir. Kəndlilər qaçaqları müxtəlif istismarçıların zülmündən, kənd məmurlarının və çar məmurlarının zülmündən və zorakılığından qoruduqlarına görə onların ardınca gedirdilər. Tiflis Leaflet qəzeti bu barədə yazırdı. Qaçaqlar kəndlilərin demək olar ki, hər gün qarşılaşdıqları kənd hakimiyyətinin zülmündən özlərini müdafiə etmək üçün tam imkandan məhrum olduqlarını bilə-bilə əhalinin, xüsusən də kənd əhalisinin mənafeyinin keşiyində dayanırlar.
Hətta rəsmi çar sənədlərindən belə aydın olur ki, çətin vaxtlarda kəndlilər kömək üçün qaçaqlara üz tutaraq torpaq sahiblərini və çar məmurlarını qaçaq adı ilə hədələyirdilər. Xalqın əsil qisasçıları olan qaçaqlar zəhmətkeş kəndliləri nəinki mülkədarların, çar oğrularının istismarından qoruyur, bununla yanaşı yerli quldurlarla eyni vaxtda döyüşürdülər. Və çox vaxt bu döyüşlərdə ölürdülər. Bəzi nümunələr 1901-ci il sentyabrın 10-unda kəndli dəstəsinin rəhbərlərindən biri, Qazax qəzasının Salahlı kəndinin sakini Məşədi dilənçi Musaoğlu mal-qara oğrularının kəndə hücumu zamanı kəndliləri müdafiə etmək üçün ayağa qalxır və atışma baş verir, nəticədə o həlak olur. Yelisavetpol qəzasında Muxtar bəy Quşməməd oğlunun dəstəsi Kapanlı kəndinə hücum edərək bütün kəndliləri qarət etməyə başlayanda kəndlilərə kömək etmək üçün qaçaqlar Həsən Ləzgioğlu və Məşədi Elçidən ibarət dəstə gəldi. Onlar quldur dəstəsini məğlub edərək başçıları Muxtar bəyi öldürdülər. 1902-ci il fevralın 4-ündə Qaradağ xanı Rəhim xanın dəstələri Şuşa və Cəbrayıl qəzalarının sərhəd kəndlərinə hücum edəndə onlara qarşı döyüşdə Süleyman Ağa Qüseyn oğlunun dəstəsinin çoxlu qaçaqları iştirak etmişdi. Döyüş itkisiz keçmədi. Bir çox qaçaq öz mərdliyi, fərasəti, igidliyi və ədaləti ilə kəndlilər arasında böyük hörmət və ehtiram qazanmışlar. Bu əsl xalq qisasçıları xalqın sevimlisi idi. Kəndlilər övladlarını bu ruhda böyüdürdülər. Məsələn, Znani qəzetinin müxbiri yuxarıda qeyd etdiyimiz məqalədə artıq yazırdı. Uşaqlar və yeniyetmələr bu yöndə tərbiyə olunur, onların gözündə ancaq oxuyursan, qaçaq yağdır. 1906-cı il sentyabrın 16-sında Yelizavetpol general qubernatoru xəbər verir ki, quldurluq hələ də soyğunçuluqla məşğul olanların şücaəti və cəsarəti üçün ictimai heyranlıq obyektidir. Bütün əjdahalar eskadronu ilə quldurlar üçün hər uğurlu atışma və məhkəmə icraçılarının və mühafizəçilərin tərk-silah edilməsi əhalinin gözündə soyğunçuların toxunulmazlığına inam yaratdı və onları ölçüyə gəlməz cəsarət, bacarıq və gücə malik insanların aurası ilə əhatə etdi, həmişə əhalinin qarşısında baş əydi. Qaçaqların sosial tələblərinin təhlili göstərir ki, onlar kəskin artan dövlət vergilərinin və feodal rüsumlarının ağırlığından əziyyət çəkən zəhmətkeşlərin aktual maraq və arzularını əks etdirirdi. Səpələnmiş kəndli əhalisi arasında yerdən yerə hərəkət edən kəndli kütlələri ilə sıx əlaqədə olan qaçaqlar müxtəlif xəbərlər, elanlar çatdırır, onları öz yozumları ilə müşayiət edirdilər. Burada orada müstəmləkə nizamının dağıdılması ilə kəndlilərin narazılığının körtəbi alovlandığı bir mühitdə təbliğat aparan qaçaqlar fəal fəaliyyətə çağırmaq üçün səslərini ucaltdılar. Znani qəzeti qaçaqları nəinki bütün şəxsi mülkiyyəti inkar etdiklərinə görə məzəmmət edirdi, həm də kəndliləri torpaq sahiblərinin mülklərini və malikanələrini dağıtmağa, hökumət qüvvələrinə müqavimət göstərməyə çağırırdı. Qaçaqlıların da partizanlar kimi daimi yaşayış yeri yox idi. Nə qədər ki, insanları və atları yedirtmək lazımdırsa, bir yerdə qalırdılar. Çətin cığırlarla gizlicə irəliləyirdilər. Dəstələr daim hərəkətdə idi və dəstənin nə vaxt və hara gedəcəyini rəhbərdən başqa heç kim əvvəlcədən bilmirdi. Qəfildən hücum etmək və tez yoxa çıxmaq qaçaqların əsas qaydasına çevrilirdi. Qaçaqlılar polisin təqibindən gizlənmək üçün sığınacaqlarını çətin əldə edilən dağlarda, hündür ağaclarda qururdular. Onlar diqqətlə işlənmiş siqnal sistemləri vasitəsilə, ya xüsusi alətləri vurmaqla, ya da quşların və meşə heyvanlarının qışqırıqlarını təqlid etməklə əlaqə saxlayırdılar. Qaçaqların taktikasına terror da daxil idi. Bu, qüvvələrin olmaması və dəstələrin azlığı ilə izah edildi. Digər tərəfdən, eyni hakimiyyət kəndlilərə qarşı zorakılıq və terrora əl atırdı. Bu, cavab tədbirləri görülməsinə səbəb olurdu. Başqa sözlə, hökumət repressiyası kəndliləri müqavimətə sövq edirdi. Yuxarıdan gələn bu və ya digər cəza hərəkətləri aşağıdan əks hərəkətlərə səbəb olurdu. Buna qaçaqlar yeni hərəkətlərlə cavab verirdilər. Qaçaqlar adi kəndlilərdən fərqli olaraq saxlanılarkən polisə şiddətli silahlı müqavimət göstərirdilər, həbsxanalara bir sıra cəsarətli hücumlar təşkil etdi və orada saxlanılan məhbusları azad edirdilər. Belə ki, 1900-cü il sentyabrın 8-də Quba qəzasında qaçaq dəstəsi şəhər həbsxanasına hücum edərək bütöv bir kameranın, o cümlədən onların sıralarında olan 2 yoldaşının azad edilməsinə töhfə verdilər. Oxşar hücumlar Qazax rayonunda da baş verib. 1903-cü ilin iyulunda məşhur qaçaq Süleyman hökumət dəstəsi ilə toqquşmada böyük məğlubiyyətə uğradı. Qaçaqların bir hissəsi öldürüldü, bir hissəsi yaralandı və həbs edildi. 1904-cü il aprelin 1-də də Süleyman Qazax qalasına hücum təşkil etdi. Onu yarı dağıdıb, 6-sı yoldaşı olmaqla 16 məhkumu azad etdi.
Zaqatala dairəsi Rusiya imperiyasının xüsusi inzibati ərazi vahidi, Rusiyanın ən kiçik müstəqil vilayət və ya vilayətin tərkibində olmayan inzibati vahidi idi. 20-ci əsrin əvvəllərində inzibati mərkəzi Azərbaycanın Zaqatala şəhərində olan iki Suxumi ilə birlikdə əyalətlərə bərabər olan xüsusi rayonlardan biri idi. Zaqatala qəzasında rayon rəisi tərəfindən idarə olunan hərbi xalq idarəsi var idi. Bu dövrdə Zaqatala qəzasında kəndli hərəkatının əsas forması yenə qaçaq hərəkatı olmuşdur. Rayonda 4 qaçaq dəstəsi fəaliyyət göstərirdi. Onlardan birinə Kaşqaçay kənd sakini Yunus Magomed oğlu rəhbərlik edirdi. Bu dəstə uzun illər çar müstəmləkəçilərinə və mülkədarlarına cəsarətli zərbələr endirdi. 1891-ci ildən 1899-cu ilə qədər Yunusun dəstəsi Kaxski rayonunda ixtişaşlar törətmişdir. Lakin 1899-cu ildə Leytenant Ardatovun Kaxa rayonunun polis dəstəsi qızğın atışmadan sonra Yunusu qolundan yaralayaraq saxlayıb, qəzetlər yazır. Yunus Sibirə sürgün edildi, lakin orada çox qalmadı. 1900-cü ilin əvvəllərində 3-cü dəfə ağır işdən qurtulub kəndə gəldi. Bu dəfə Yunusun dəstəsinə qarşı döyüşə qərargah kapitanı Zinovyev rəhbərlik edirdi. Pristav Yunusun dəstəsini böyük qüvvələrlə təqib etdi ki, sonuncu Zaqatala qəzasını tərk edib qonşu Nuxinski-Şəkinski rayonuna getməyə məcbur oldu, lakin burada da Zinovyev onu tək qoymadı. 9 iyun 1902-ci ildə Baqqali kəndində Yunusun dəstəsi ilə Pristav arasında 4 saatdan çox davam edən atışma olub. Bu toqquşmada polis bölmələri darmadağın edildi və qərargah kapitanı özü öldürüldü. Bu məğlubiyyətdən sonra rayon rəisi polkovnik Yazıkov Yunusun dəstəsinə qarşı döyüşü öz əlinə aldı. Bu mübarizədə o, çar rejiminə sadiq olan yerli sakinlərdən qeyrətlə yardım aldı. 1902-ci il iyulun 20-sində dövlət məmurlarının sayəsində Yunus yuxuda meşədə öldürüldü. Bu münasibətlə Yeni İcmal qəzeti yazıb ki, məşhur qaçaq Yunus Kaşqaçay kəndi yaxınlığındakı meşədə ağacın altında yatarkən nəhayət həmkəndlisi Abakan Cəfər oğlu tərəfindən öldürülüb. Qaçağın təxminən 70 yaşı var idi. Zaqatala rayonunda qəhrəmancasına döyüşən qaçaqların ən məşhur və təcrübəli dəstəsinə Yusif Əlioğlu rəhbərlik edirdi. O 1880-ci ildə Qovaqçel kəndində anadan olub. Kasıb kəndli olan atası 6 nəfərlik ailəni dolandırırdı. Həyat ağır idi. Çar məmurlarının və yerli istismarçıların zülmünə dözməli oldurdular. Gələcək qaçağın atasının evində danan bir yorğan, bir döşək, bir keçə, bir yastıq, parça kisə, mis qazan, mis boşqab, mis aftafa, mis çanaq, mis çanağı olan bir cəynək var idi. Yusifin dəstəsi tezliklə çar hökuməti və yerli istismarçılar üçün təhlükəyə çevrildi. Yusif və onun 12 nəfərlik dəstəsi 1902-1903-cü illərdə çar dəstələri və bəy dəstələri ilə dəfələrlə şiddətli döyüşlərə girmişdir. Cəza ekspedisiyasının təzyiqi ilə kəndli dəstəsi 1903-cü il dekabrın sonunda əvvəlcə Yelizavetpol, sonra isə Tiflis quberniyaları ərazisinə çəkilməyə məcbur oldu. 8 aya yaxın Yusifin dəstəsi Sığnaq qəzasında gizlənərək Gürcü kəndliləri ilə birlikdə çar məmurlarına və yerli feodallara qarşı vuruşdu. Birinci Rus inqilabı ərəfəsində Yusifin dəstəsi öz fəaliyyətini daha da gücləndirdi. Rəsmi məlumatlara görə 1904-cü ilin cəmi 6 ay ərzində iyuldan dekabr ayına kimi Yusif dəstəsi çar qüvvələrlə ilə 20 dəfədən çox döyüşmüşdür. Onların arasında ən böyük döyüş iyulun 29-unda Loqadxa şəhərində Doryan alayının komandasına qarşı baş verdi. Təxminən 8 saat davam edən bu atışmada 2 əskər öldürüldü, 6 əskər isə ağır yaralandı. Qaçaq dəstəsinin bu cür cəsur və cəsur çıxışları çar hakimiyyətinin böyük narahatlığına səbəb olurdu. 1904-cü il sentyabrın 12-sində Zaqatala qəzasının rəisi Qafqaz vilayəti baş hərbi xalq idarəsinin idarəsinə verdiyi hesabatda bildirir ki, Qovaqçelilərin həyasızlığı o həddə çatır ki, bölmə rəisi Qarovul komandiri ilə kənddə olarkən Yusif general-mayor və birlikdə iclasda iştirak edib. Qovaqçel və Belokanlıların həyasızlığı və həyasızlığı bütün hədləri aşır və buna görə də pul cərimələrinin tətbiqindən asılı olmayaraq onların kəndə göndərilməsini ciddi şəkildə xahiş edirəm. Hər kənddə Qovaqçel və Belokanda azı 100 kazak və ya digər müvafiq hərbi birləşmələr yerləşdirilsin. 1904-cü il sentyabrın 18-ində Ali Baş Komandan Golitsinin icazəsi ilə hər kənd icmasında 100 kazak yerləşdirildi və üsyankar kəndlilərə qarşı sərt repressiya tədbirləri həyata keçirildi.
Və həmin gündən başlayaraq 5 il müddətinə Qovaqçil və Belokan kənd icmalarına kəndlilərin hesabına hökumət ağsaqqalları təyin edildi. Belokan kəndliləri ağsaqqalın saxlanması üçün hər il 360 rubl, onun 6 köməkçisinin hər biri üçün 60 rubl, kənd məmuru üçün isə 360 rubl ödəməli idilər. Qovaqçil kəndliləri hökumət ağsaqqallarının və onların köməkçilərinin saxlanması üçün təxminən eyni məbləğdə pul ödəyirdilər. Hakimiyyətin repressiv tədbirlərinə cavab olaraq Yusifin dəstəsi bir həftə ərzində oktyabrın 1-dən 5-inədək Qovaqçil məntəqəsinin hərbi komandanlığına və hökumət ağsaqqalının mülkünə hücum etdi. Bu müddət ərzində qaçaqlar postu dağıtmağa, evləri yandırmağa, ağsaqqal və polis agentlərinə böyük itkilər verməyə nail oldular. Zaqatala rayonunun başçısı məruzəsində yazırdı, Yusifin kəndə açıq-aşkar görünməsinə və öz xoşagəlməz həmkəndliləri Əcəb Ramazanoğlu və Ömər Astılovun evinə silahlı basqın etməyə imkan verən Qovaqçillərin yeni həyasızlıqları barədə məlumat verərək, onların hakimiyyətə və cinayətkarların bütün fəaliyyətinə sadiq olan azsaylı Qovaqçillərdən bəziləri bu şəxslərin hər ikisi Yusifin intiqamına ilk məruz qalanlar idi. 1904-cü il noyabrın 10-unda rayon rəisi bir neçə kəndlini saxladı və kənd cəmaatına Adcav və Astılova dəymiş ziyanı ödəməyi əmr etdi. Kəndlilər müqavimət göstərdilər, lakin rayon rəisinin əmri ilə mühafizəçilər və kazaklar müqavimət göstərən kəndliləri qamçı və tüfəngin qundağı ilə döydülər. Qeyd edək ki, qaçaq hərəkatı nəticəsində Azərbaycanlı, Gürcü və Dağıstanlı üsyançılar arasında möhkəm əlaqələr və qarşılıqlı dəstək formalaşmışdı. Məsələn, Tiflis quberniyasının Sığnaq qəzasının Gürcü kəndliləri, Dağıstan vilayətinin Qunib qəzasının yoxsul dağlıları Yusifin dəstəsinə hər cür köməklik göstərmişdilər. Zaqatala qəzasının başçısı Ali Baş Komandanlıq İdarəsinin rəisinə məruzəsində bildirdi ki, Yusifin dəstəsi bu və ya digər cinayət törətməklə həm Zaqatala rayonunun Qovaqçil, Belokan kəndlərində ya da dağlıların yanında, qışlaq yaylaq kəndlərində, Kəbəli cəmaatında öz həmfikirlərinə sığınır. Hökumət bütün qüvvələri Zaqatala kəndlilərinə qarşı birləşdirmək qərarına gəldi. 1904-cü il noyabrın 9-unda ərazidə keçirilən yığıncaqda Sığnaxi qəzasının rəisinin, Zaqatala və Qunib rayonlarının Belokan və Antsuxo-Kaputinski rayonlarının rəislərinin iştirak etdiyi loqadxa belə nəticəyə gəlib ki, Yusifin dəstəsinə qarşı mübarizədə uğur qazanmaq üçün ilk növbədə cinayətkarların təqibinə yönəlmiş bütün hərəkətləri birləşdirmək lazımdır. Yığıncaqdan sonra Sığnaq rayonu, Zaqatala və Qunib rayonlarının bütün polis qüvvələri və ov dəstələri Antsuxo-Kaputinski bölməsinin rəisi, təcrübəli zabit, qərargah kapitanı Novakovskinin komandanlığı altında birləşdirildi. Cənubi Qafqazın 3 rayonunun bütün silahlı qüvvələri qərargah kapitanının sərəncamına verildi və Yusifin dəstəsinə qarşı yönəldildi. Dorian alayının əskərlərindən ibarət xüsusi ov dəstəsi də Novakovskinin sərəncamına verildi. Hökumətin bütün səylərinə baxmayaraq, xalqın dəstəyini qazanan qaçaq Yusifin dəstəsi təqibdən məharətlə qaçdı və tez-tez qeyri-bərabər döyüşə girərək qalib gəldi. Belə ki, Laqodexi görüşlərindən sonra noyabrın 15-də Qovaqçil kəndinin yaxınlığında Yusifin dəstəsi ilə Zaqatala rayonu və Sığnaxi mahalı rəisinin birləşmiş qüvvələri arasında şiddətli atışma oldu. Və bu toqquşmada Qunib və Zaqatala mahallarının kəndliləri qaçaqların yanında olub, onlarla birgə vuruşdular. Yusifin dəstəsi bu qeyri-bərabər döyüşdən sağ-salamat çıxdı. Lakin hökumətin böyük silahlı qüvvələrinin güclü təzyiqi ilə Yusifin kiçik dəstəsi öz hərəkətlərini dayandırmağa məcbur oldu. 1904-cü il dekabrın əvvəlində Rus xarici pasportlarını alan Yusif Saxta adla Nuxinski rayonundan olan qaçaqlarla birlikdə Batumi vasitəsilə Türkiyəyə mühacirət etdi. Onlar yalnız 20 gün Bursa şəhərində yaşaya bildilər, Çar hökuməti orada da Yusifə sülh vermədi. Türkiyə hökuməti ilə danışıqlara girən Çar hökuməti öz agentlərini İstanbula göndərdi. Sonuncu türk detektivləri ilə birlikdə Yusifin arxasınca gedib. Bu əməliyyata şəxsən Rusiyanın Türkiyədəki səfiri Zinovyev rəhbərlik edirdi. Dekabrın sonunda Yusif Türkiyəni tərk edib Səudiyyə Ərəbistanına getməyə məcbur oldu və Rusiyada inqilab başlayana qədər orada yaşadı. Birinci Rus inqilabı ərəfəsində Cavanşir qəzasında kəndlilərdən ibarət 7 silahlı dəstə fəaliyyət göstərirdi. Lakin Yelizavetpol və Qazax qəzalarından fərqli olaraq Cavanşir qəzasında qaçaq dəstələri az idi. 7 dəstədən 5-inin sıralarında cəmi 5-6 nəfər var idi. Onlardan yalnız ikisi nisbətən çox idi.
Məsələn, Sarı Məhərrəmin dəstəsində 10, 12 kəndli, Balakişinin dəstəsində isə 12, 14 nəfər var idi. 3 il ərzində Sarı Məhərrəmin dəstəsi torpaq sahibləri və polis məmurları ilə dəfələrlə döyüşmüşdür. Bütün tədbirlərə baxmayaraq, Sarı Məhərrəmin dəstəsi fəaliyyətini fəal şəkildə davam etdirirdi. 1900-cü il mayın 28-də onun dəstəsi iri mülkədar Balabəy Tağıbəyin mülkünə hücum etdi. 11 torpaq mülkiyyətçi qrupu ilə şiddətli atışmada onlardan ikisini öldürdülər, mülkləri dağıtdılar və çoxlu taxıl, un və mal-qara ələ keçirdilər. Tağıbəyin mülkünün dağıdılması tək-tək bir hadisə deyildi. Həmin illərin mətbuatında Sarı Məhərrəmin qaçaq dəstələrinin torpaq mülkiyyətçiləri Rüstəmbəyovların, Balabəykovların, Vəzirovların, Cavanşirbəylərin, Mikrosbəylərin, Sarmasbekovların və başqalarının mülklərinə hücumu qeyd olunurdu. 1901-ci il yanvarın 26-sında Gülüstan ərazisi yaxınlığında Cavanşir qəzasının qubernatoru Reyutanın polis dəstəsi ilə Sarı Məhərrəmin dəstəsi arasında növbəti toqquşma baş verdi. Bu döyüş Sarı Məhərrəm üçün sonuncu olub. Polis agentinin köməyi ilə 50-yə yaxın polis əməkdaşı qaçaq dəstəsindən 4 nəfərin yatdığı evi qəfildən mühasirəyə aldı. Sarı Məhərrəmin ölümü ilə nəticələnən atışma baş verdi. Elə həmin gün Yelizavetpol qubernatoru Lutzau baş komandana telegram vurdu ki, cəzadan qaçan ən bədnam, Cavanşir qəzasının bütün quldur dəstələrinin əsas təşəbbüskarı kimi 6 il xidmət etmiş Sarı Məhərrəm qvardiyaçılarla atışmada öldürüldü. Sarı Məhərrəmlə eyni vaxtda Cavanşir qəzasında kəndli Balakişinin komandanlığı ilə qaçaq dəstəsi fəaliyyət göstərirdi. 1885-ci ildə vergi yığanı qətlə yetirdiyinə görə, o cəzasını çəkdikdən sonra əbədi olaraq Sibirdə yaşamaq şərti ilə 15 il ağır işlərə məhkum edildi. Lakin 1890-cı ilin sonunda Balakişi sürgündən qaçaraq vətənə qayıdır və kəndli dəstəsi təşkil etməyə nail olur. 1901-ci ilin yazında Ayrıcan kəndi yaxınlığında onun dəstəsi 2-ci bölmənin pristavı Yarolovun komandasına hücum etdi və pristav möcüzəvi şəkildə mühasirədən qaça bildi. Yayda isə Balakişi və Hüseynqulunun birləşmiş kəndli dəstəsi Xanlar bəy və Cümşüd bəy Hacıbəyovun yataqlarına hücum edərək mülkədarların bütün əmlakını yandırdılar. Qaçaqların üsyanı barədə mətbuatda məlumat alan yerli polis dərhal rayon rəisi Reyutun başçılığı ilə mühafizə dəstəsi yaradaraq qaçaqlara qarşı hərəkətə keçdi. Təxminən saat 16 radələrində atışma başladı. Atışma zamanı mühafizəçi Teodosvili öldürüldü, Novikov isə yaralandı. Qaçaqlar isə geri çəkilə bildilər. Və 3 aydan sonra Sarıdamlı kəndi, Edditəpə yaxınlığındakı Balakişi dəstəsi Reyutun başçılıq etdiyi polis dəstəsi ilə atışmaya başladı və bu döyüşdən sağ-salamat çıxdı. Lakin 1901-ci ilin sonunda polis və mülkədarların birləşmiş qüvvələri qəfildən Balakişinin yerləşdiyi Əlyanlı kəndini mühasirəyə aldı. Sonraki atışmada Balakişi də daxil olmaqla 2 qaçaq öldürüldü, daha ikisi isə saxlanıldı. Cavanşir qəzasında fəaliyyət göstərən 8 qaçaq dəstəsindən 1901-1902-ci illərdə polis və mülkədarların fəal köməyi ilə ov dəstələrinin təqibi nəticəsində 7 nəfər öldürüldü. Parçalanmış 6 kəndli dəstəsinin başçısı öldürülmüş, biri tutulmuş və onlardan yalnız biri 1902-1904-cü illərdə fəaliyyətini davam etdirmişdir. Qaçaq üsyanları nisbətən zəif olsa da Nuxinski Şəki rayonunda da baş verdi. 1900-1904-cü illərdə bu nahiyədə Sadıq Dadaşoğlu, Məmməd Ağamoğlanoğlu, Muxtar Əkbəroğlu, Əbdülrəhim Fətəlioğlu başda olmaqla 4 qaçaq dəstəsi fəaliyyət göstərmişdir. Bu dəstələrin içərisində ən böyüyü Sadıq Dadaşoğlunun dəstəsi idi. Sadıq özü Başkeyib kəndinin sakini olub, pis davranışına görə 1897-ci ildə 5 il müddətinə Rusiyanın daxili quberniyalarından birinə sürgün edilib. Lakin 1901-ci ilin aprelində o, oradan evə qaçdı və tezliklə kəndlilərdən öz silahlı dəstəsini təşkil etdi. 1901-1903-cü illərdə Sadıxın dəstəsi polis əməkdaşları ilə 8 dəfə atışma keçirib. Bu toqquşmalarda kəndlilər 6 nəfəri öldürmüş, 8 nəfəri yaralamışlar. Çox çətinliklə yerli hakimiyyət Sadıxın dəstəsini məhv edə bildi. 1903-cü il martın 7-sində Başkeyniv kəndində mühafizəçilərlə çıxılmaz müqavimətdən və uzun sürən atışmadan sonra Nuxinski rayon rəisinin yazdığına görə Sadıq Dadaşoğlu başından, budundan və sağ qolundan yaralanarkən əsir götürüldü və Nuxinski həbsxanasına salındı.
1905-1907-ci illər inqilabı ərəfəsində Azərbaycanda qaçaq hərəkatı sönmədi. Qaçaq hərəkatı həmişə quldurlar yuvası sayılan Yelizavetpol quberniyasında geniş vüsət almışdı. 1900-1904-cü illərdə Azərbaycanda fəaliyyət göstərən bütün dəstələrin 60%-dən çoxu, qaçaqların ümumi sayının 70% və bu dəstələrin bütün hərəkətlərinin 80%-i Yelizavetpol quberniyasında baş vermişdi. Yelizavetpol quberniyasının bir hissəsi olan Qazaq qəzasında azadlıq mübarizəsinin ən kəskin forması qaçaq hərəkatı idi. Burada məşhur qaçaq dəstələri də fəaliyyət göstərirdi. 1900-1904-cü illərdə Qazaq qəzasında ona yaxın silahlı kəndli dəstəsi fəaliyyət göstərirdi. Bunlardan 4-ü ən məşhur idi. Onlardan birinə Kor Vəli adı ilə tanınan Vəli Hacıəli oğlu rəhbərlik edirdi. O, 1870-ci ildə Çardaxanlı kəndində kasıb ailədə anadan olmuşdur. Onun uşaqlığı ifrat yoxsulluq və aclıq içində keçib. Vəli 18 yaşında kəndliləri incidən kənd ağsaqqalını kürəklə öldürür. Vəli polisin əlinə keçməmək üçün dağlara çıxır və narazı kəndlilərdən silahlı dəstə yaradır. O, öz dəstəsi ilə birlikdə tez-tez hər cür zalımlara qarşı çıxış edirdi. Təkcə 1900-1901-ci illərdə o 28 dəfə mülkədarların mülklərinə hücum etmiş və polis əməkdaşları ilə atışmalara başlamışdır. 1902-ci ilin əvvəllərində Çar hökuməti böyük çətinliklə Vəlini ələ keçirə bildi. Polisin məlumatına görə, Yelizavetpol qəzasının 4-cü bölməsinin polis zabiti Oqarışev Vəlinin Əsrik Bayramlı kəndində evlərdən birində gizləndiyi barədə kəşfiyyat məlumatı aldıqdan sonra mühafizə dəstəsini götürərək 1902-ci il yanvarın 10-unda səhər saat 8-də evi mühasirəyə alır. 16 mühafizəçi səhərdən axşama kimi Vəli ilə atışdı. Nəhayət, Vəli qaçmaq qərarına gəlib və otağın pəncərəsindən tullanıb və icra məmurunu qolundan yaralayıb. Mühafizəçilər 2 güllə ilə onun gicgahını yaralaya bildilər və nəhayət onu həbs etdilər. Qeyd olunub ki, həbs olunan Vəli xeyli sayda qaçaq dəstəsinin başçısı olmaqla onunla birlikdə məşhur şayələrə görə bir çox cəsarətli cinayətlər törədib. O, məhkəmə orqanına təhvil verilib. 1902-ci il aprelin 19-unda Qafqaz Hərbi Dairə Məhkəməsi Kor Vəlini 1907-ci ilə qədər Aleksandrovskaya mərkəzi həbsxanasında çəkdiyi 15 il ağır işlərə məhkum etdi. Qazaq qəzasında üsyankar kəndlilərdən ibarət daha bir dəstəyə Tanrıverdi Qaraböçək oğlu başçılıq edirdi. Bu dəstə 10 ilə yaxın torpaq sahiblərini və çar məmurlarını dəhşətə gətirmişdi. O, kəndlilərdən hər cür dəstək alırdı. 1900-cü il noyabrın 7-sində kənddəki 4-cü məntəqənin pristavının başçılıq etdiyi polis qrupu Əlimərdanlı Tanrıverdinin dəstəsini mühasirəyə aldı. Bu kəndin kasıb kəndliləri qaçaqlarla birlikdə hakimiyyətə silahlı müqavimət göstərdilər. Polis kəndlilərin hücumuna tab gətirə bilməyib, 2 nəfəri döyüş meydanında qoyub və kəndi tərk etmək məcburiyyətində qalıb. Hökumət təvazökar kəndlilərə qarşı ciddi tədbirlər görməyə qərar verdi və Əlimərdanlı kəndinə polis və Kazaq birləşmiş dəstələri göndərdi. Yalnız belə bir qüvvənin köməyi ilə hakimiyyət üsyançıları cəzalandıra bildi və 1901-ci ilin dekabrında 5 kəndli həbs edildi və Əlimərdanlı kəndində 50 Kazaq yerləşdirildi. 1903-cü ilin yayında Yelizavetpol qubernatorunun göstərişi ilə Tanrıverdi dəstəsinə qarşı mübarizəni gücləndirmək üçün xüsusi dəstələr təşkil edildi. Komandanın tərkibində tanınmış quldurlar və təcrübəli polislər var idi. İyulun 8-inə keçən gecə Dəstəfur kəndi yaxınlığında Tanrıverdinin dəstəsi bu dəstənin puskusuna düşür. Nerevi qəzeti bu barədə yazıb ki, atışma zamanı qaçan, Mərsilin sakini Tanrıverdi Qaraböçək oğlu 10 ildir ki, əyalət əhalisinə qorxu salmış, ötən il Dəli Əlinin dəstəsində iştirak etmiş, polis Qazaq qəzasında və bir çox digər cinayətlərə qarşı müqavimət göstərmişlər. Qaçaq Kar Məmməd və onun dəstəsi kəndlilər arasında da böyük nüfuza malik idi. 1895-ci ildə Məmməd Usta köməkçisini qətlə yetirdiyinə görə 18 il ağır işlərə məhkum edildi, lakin 2 ildən sonra Sibirdən vətəninə qaçdı. 1899-cu ilin fevralında o, ikinci dəfə ağır işlərə məhkum edildi. Lakin 1900-cü ilin əvvəlindən yenidən Salahlı kəndinə qaçdı və quldur dəstəsi yaradaraq Tiflis və Yelizavetpol quberniyaları hüdudlarında fəaliyyət göstərdi. 1900-cü ilin cəmi 5 ay ərzində Məmmədin Kar dəstəsi 11 dəfə polis əməkdaşları ilə döyüşmüşdü.
1900-cü ilin mayında Qazax qəzasının Əskipara kəndində zabit Məlik Sıtovun başçılıq etdiyi dəstə ilə qaçaqlar arasında atışma baş verdi. Həmin illərin mətbuatı qeyd edirdi ki, 56 mühafizəçiyə qarşı cəmi 6 kəndli dayanmışdı. Buna baxmayaraq, kəndlilər polis əməkdaşlarının bütün hücumlarını dəf etdilər və yalnız bir nəfəri itirərək mühasirədən xilas oldular. 1901-ci ilin payızında Tiflis və Qazax qəzalarının birləşmiş polis dəstələri Məmmədin dəstəsinə qarşı göndərildi. Karyazın meşəsində ruslar nəhayət kəndli dəstəsini izləyə bildilər. Bu atışmada Kar Məmməd də daxil olmaqla 2 qaçaq ağır yaralanaraq saxlanıldı. 1902-ci il sentyabrın 26-sında Qafqaz Hərbi Dairə Məhkəməsi Məmmədi asaraq ölüm cəzasına məhkum etdi. Qazax qəzasında başqa bir məşhur qaçaq dəstəsi Süleymanın başçılıq etdiyi dəstə idi. Bu dəstənin 19-cu əsrin sonlarında təşkil olunmasına baxmayaraq 20-ci əsrin əvvəllərində məşhurlaşdı. Bu zaman Süleymanın dəstəsi torpaq sahibləri və zemstvo mühafizəçiləri üçün bir bəlaya çevrilmişdi. 1903-cü ilin yayında Süleymanın dəstəsinə qarşı təcrübəli mühafizəçilər və polis agentlərindən ibarət xüsusi silahlı dəstə göndərildi. İyulun 6-da stansiya yaxınlığındakı döyüşlərdə Şıxlı Süleyman məşhur qaçaqlardan Əmir Aslan Tanrıqulu Nəcəf onun dəstəsinin 6 üzvü həbs edildi. Lakin 1904-cü il aprelin 1-də Süleyman həbsxanaya hücum təşkil edərək yoldaşlarını azad etdi. Rəsmi məlumatlara görə, əgər 19-cu əsrin son 5 ilində Azərbaycanda hər il orta hesabla 610 qaçaq çıxışı olurdusa, 20-ci əsrin ilk 5 ilində hər il orta hesabla 960 qaçaq çıxışları olurdu. İnqilab ərəfəsində qaçaq hərəkatının güclənməsi həm rəsmi sənədlərdə, həm də o dövrün mətbuatında qeyd olunurdu. Rusiya imperiyasında inqilab ərəfəsində 1905-1907-ci illər kəndli hərəkatının ümumi fonunda qaçaqların Azərbaycanda çıxışı xüsusi vurğulanırdı. Bu hərəkat kəndlilərin çarizmən torpaq sahiblərinə qarşı mübarizəsinin əhəmiyyətli bir hissəsini təşkil edirdi. İnqilab ərəfəsində qaçaqların çıxışları Bakı quberniyasında təqribən 20-22%, Yelisavetpol quberniyasında isə kəndlilərin bütün azadlıq çıxışlarının 35-38%-i təşkil edirdi. Milli azadlıq hərəkatının böyüməsi şəraitində qaçaq dəstələri də öz mübarizələrini gücləndirdilər. Rəsmi məlumatlara görə, əgər 19-cu əsrin son 5 ilində Azərbaycanda ildə orta hesabla 610 qaçaq çıxışı baş verirdisə, 20-ci əsrin ilk 5 ilində orta hesabla ildə 960 belə çıxış olub. İnqilab ərəfəsində qaçaq hərəkatının güclənməsi həm rəsmi sənədlərdə, həm də o dövrün mətbuatında qeyd olunur. 31 dekabr 1904-cü il tarixli Yeni İcmal qəzetində çap olunan Qafqazda soyğunçuluq haqqında məqaləsində Qafqazda soyğunçuluq nəinki dayanmır, həm də gündən-günə daha cəsarətli olur bildirildi. Azadlıq mübarizəsinin bu formaları bütün Qafqazın kəndliləri tərəfindən geniş istifadə edilmişdir. 1900-1904-cü illərdə Azərbaycanda 68 qaçaq dəstəsi fəaliyyət göstərirdi ki, onların sıralarında 800-ə yaxın kəndli birləşirdi. Bu dəstələrin əksəriyyəti az idi. Onlardan yalnız 12-sinin sıralarında 15-20 nəfər var idi. Digərləri isə sıralarda 5-10 kəndli var idi. Tədqiqatçıların hesablamalarına görə bu dəstələr 5 il ərzində polis ilə 300 dəfədən çox döyüşə girmişdir. Qafqazın baş rəisinin təkrar sərəncamları ilə polis qüvvələrinin xeyli hissəsi və Azərbaycan ərazisində olan bütün hərbi dəstələr qaçaqlara qarşı atıldı. Ağır təqiblərdən sonra bir çox qaçaq dəstələri dağıldı. 68 kəndli dəstəsindən 58 il ləğv edildi. 1904-cü ilin sonunda yalnız 10 dəstə fəaliyyət göstərdi. Döyüşlərdə kəndli dəstələrinin 46 lideri öldü, onlardan 12-si tutuldu və uzun müddətli ağır əməyə sürgün edildi. Bakı quberniyasında kəndli hərəkatının ümumi fonunda inqilab ərəfəsində qaçaqların çıxışı xüsusi vurğulanırdı. Tədqiqatçıların hesablamalarına görə 1900-1904-cü illərdə quberniyada 21 kəndli öz sıralarına qoşulan 151 açaq dəstəsi fəaliyyət göstərirdi. Hakimiyyətin bütün repressiv tədbirlərinə baxmayaraq, Bakı quberniyasında qaçaq dəstələri mübarizəni davam etdirirdi.
Quba, Göyçay və Lənkəran qəzalarında qaçaqlar hərəkatı quberniyada ən geniş vüsət alıb. Quba qəzasında 8 dəstə, Göyçay qəzasında 6, Lənkəranda 4 dəstə, qalan 3 dəstə isə Bakı, Şamaxı, Cavad qəzalarında fəaliyyət göstərirdi. Onların arasında ən məşhurları Quba qəzasında Xasi Gülalioğlu və Şıxi, Göyçay qəzasında Abdulbağı və Damir, Lənkəran qəzasında Şarbat Nazaroğlu və Şamaxı qəzasında Hümbətin rəhbərlik etdiyi dəstələr olub. 1901-ci ilin oktyabrında Yeni İcmal qəzeti yazırdı ki, artıq 3 aydır ki, 14 nəfərdən ibarət quldur dəstəsi qaçaq Hümbət Şamaxı qəzasının əhalisini təqib edir. Bütün polis ayağa qalxdı. Hümbətin dəstəsi cəmi 8 ay davam etdi. Ancaq bu qısa müddətdə torpaq sahiblərinə və çar hakimiyyətinə qarşı şiddətli bir mübarizə apardı. Avqustun ikinci yarısı və sentyabrın 5 günü polislə Hümbət dəstəsi arasında 10-a yaxın atışma baş verib. Bakı qubernatorunun əmri ilə dəstəni təqib etmək üçün 1901-ci ilin payızında Şamaxı və Cavad rayon rəislərinin başçılıq etdiyi xüsusi polis komandası yaradıldı. Oktyabrın 5-də Şamaxı qəzasının Uzunbend ərazisi yaxınlığında 60 polisdən ibarət dəstə qaçaqları mühasirəyə aldı, lakin atışmadan qaçaqlar qalib gələrək birini öldürdü və 2 polisi yaraladı. Lakin hakimiyyət böyük say üstünlüyündən istifadə edərək oktyabrın 7-də baş tutan növbəti döyüşdə Hümbatı öldürməyi və 4 yoldaşını həbs etməyi bacardı. Qaçaqların çıxışı Lənkəran qəzasında ən kəskin xarakter alıb. Qaçaq Dəmirin dəstəsi də tez-tez kənd rəhbərliyinə hücum edir, kənd başçıları komandası ilə atışırdı. Belə ki, 1903-cü ilin yayında Dəmir dəstəsi Yeni İcmal qəzetinin yazdığı kimi elə həmin ilin yazında mülkədarlarla birlikdə qaçaqların təqibində iştirak edən Çalın kənd icmasının sədri Səməd Abdullaoğlunun mülkünə hücum etdi. Qaçaqlılar onun evini dağıdıb, Ağsaqqalın özünü öldürüb, bir neçə qohumunu isə ağır yaralayıb. Ağsaqqalın fermasında işləyən həmkəndliləri Dəmirin dəstəsinə köməklik edirdilər. Bakı quberniyasında fəaliyyət göstərən kəndli dəstələri arasında ən məşhuru və uzun ömürlü olanı Xasi Güləlioğlunun dəstəsi idi. 3 dəfə Sibir sürgünündən qaçan kənd sakini. Rustov Xasi Quba qəzasında yaxşı silahlanmış dəstə təşkil edərək 13 il çar hakimiyyətinə və yerli məmurlara qarşı vuruşdu. Təkcə son 2 ildə Xasinin bölməsi ilə polis arasında 30 dəfə atışma olmuşdu. 1901-ci il martın 4-də Şıxlar kəndində baş vermiş döyüş Xasi uğrunda son döyüş olmuşdur. Şıxlar bəylərindən əhəmiyyətli dəstək alan Quba qəzasının rəisi gecə vaxtı 40 nəfərlik mühafizəsi ilə qəfildən kəndi mühasirəyə alıb. 4 saat davam edən atışmadan sonra Xasinin ən yaxın silahdaşlarından biri qaçaq Cəfər Əmrahoğlu öldürülüb. Qol və ayaqlarından yaralanan Xasinin özü isə əsir götürülüb. 1901-ci il sentyabrın 12-də qaçaq Xası Tiflis rayon məhkəməsi tərəfindən asılaraq edam cəzasına məhkum edilmiş və hökm həmin ay icra edilmişdir. İnqilab ərəfəsində Quba qəzasında fəaliyyət göstərənlərin hamısından ən əlamətdarı Şıxı dəstəsi idi. Bu dəstə çox cəsarətli və cəsarətli çıxışları ilə seçilirdi. Beləliklə 1902-ci ilin yazında Şıxının dəstəsi Dərbənddən Qubaya gedən yolda varlı tacirlərdən ibarət karvanı saxladı, onların bütün əmlakını əlindən aldı və ətraf kəndlərin kəndlilərinə payladı. Həmin gün Zurnoy meşəsindəki Şıxanın dəstəsi Quba rayonunun rəisi Deminskinin polisinə şiddətli müqavimət göstərdi. Və 1903-cü il iyunun 20-də Şıxının dəstəsi günorta çağı Külları kəndindən nüfuzlu tacir və polis agenti Molla Mahmudun mülkünə hücum edərək onu öldürdü və bütün əmlakını yandırdı. 1904-cü il mayın 10-da Şıxının dəstəsi Xudad balıqçılığına hücum etdi. Myskirinski polis zabiti Qasanbekov Kazak və mühafizəçilərdən ibarət xüsusi yaradılmış dəstə ilə balıqçının köməyinə gəldi. 7 qaçağa nizami hərbi qüvvə müqavimət göstərirdi. Bu döyüşdə dəstə yalnız bir kəndli itirdi. İyunun 5-də Şıxının dəstəsi Nəcəfkənd kəndinin kəndliləri ilə birlikdə məşhur varlı və nüfuzlu şəxs Mirzə xanın evində bomba partlayışı təşkil etdi. 2 mərtəbəli ev tamamilə dağıdıldı, xanın arvadı və 2 oğlu öldü. Qaçaqların çıxışları çar hakimiyyətlərini və mülkədarlarını hiddətləndirir, onlara qarşı amansız repressiyalara əl atırdılar. Hələ 1898-ci ildə çar rejimi qaçaq hərəkatını yatırmaq üçün xüsusi polis dəstəsi yaratmışdı. Bununla belə nəticələr olduqca təvazökar idi. Qaçaq hərəkatını yatırmaq üçün hakimiyyət 1903-cü ildən başlayaraq zemstvo mühafizəçilərindən, ov dəstələrindən və hərbi hissələrdən geniş istifadə etdi.
Çar hakimiyyəti onların əlinə keçən qaçaqlarla ən amansız şəkildə məşğul olurdu. 1903-cü ildən başlayaraq döyüşlərdə yaralanan qaçaqlar əsir götürülmürdü, onlar məhkəməsiz yerindəcə güllələnir, diri-diri əsir düşənlər isə bir qayda olaraq hərbi səhrə məhkəmələrinin qərarı ilə ya idama, ya da asmağa, ya da Sibirdə uzun müddətli və ya ömürlük ağır işlərə məhkum edilirdilər. Belə ki, 1903-cü il iyunun 17-də Hərbi Səhrə Məhkəməsi Quba qəzasında fəaliyyət göstərən 8 dəstədən birinin rəisi Məmməd Qaraməmmədoğlunu 80 şallaq, arabaya zəncirləmə, 1 il şərti rütbədə saxlama, 15 il ağır iş, onun yoldaşı Məmməd Qaramədoğlunu isə 17 il həbs cəzasına məhkum etdi. Həmin Hərbi Səhrə Məhkəməsi 1903-cü il iyunun 30-da Quba qəzası Çeçen qaçaqlarının başçısı Hüseyn Adıgözəlovu bütün dövlət hüquqlarından məhrum edilməklə 18 il ağır işlərə, 6 yoldaşını isə hər birini 15 il ağır işlərə sürgünə məhkum etdi. 1904-cü ildə Qafqaz Hərbi Dairə Məhkəməsi Qaraqoyunlu Göyçay rayonu kəndindən olan qaçaq Heydər Abdullaoğlunu edam cəzasına, noyabrın 25-də isə edam cəzasına məhkum etdi. Axtaçı Soltanbekli Əbdülbaqi Heydər Abdullaoğlu noyabrın 25-də isə qaçaq həbs edilib. Zəngəzurda və Qarabağda qaçaqçılığa təkan verən amillərdən biri də İrandan qaçaqmalçılıq yolu ilə ticarət mallarının gətirilməsi idi. Azərbaycanın şimalı Rusiyaya ilhaq ediləndən sonra Araz çayı boyunca sərhəd getdikcə möhkəmlənməyə, gömrük rejimi tətbiq olunmağa başlamışdı. Rusiyada istehsal olunan, keyfiyyətcə İrandan gətirilən mallardan geri qalan malların imperiyanın ucqarlarında baha qiymətə satılması imperiya dövlətin müstəmləkə hesabına varlanması siyasətinin tərkib hissəsi idi. İrandan tacirlərin Rus istilasına qədər Azərbaycanın Arazboyu yaşayış məntəqələrinə gətirib satdığı mallar isə Avropa, əsasən Fransa istehsalı keyfiyyətcə yüksək olduğundan, gömrük rejiminin tətbiqindən sonra da həmin mallara tələbat yüksək olaraq qalırdı. Rus sərhəd gömrük rejiminin qadağasına baxmayaraq tacirlər müxtəlif vasitələrdən istifadə edərək İrandan qaçaqçılıq yolu ilə lazımi malları gətirib satırdılar. Bu işdə əsas rolu özünə güvənən qaçaq gənc adamlar oynayırdı. Onlar 8-10 nəfərlik dəstə düzəldib İrandan gələn yükü sərhədin o tayında təhvil götürüb, xəlvət yollarla sərhədi keçərək bu tayda mal sahibinə təhvil verərək öz haqlarını alırdılar. Belə işlərdə tez-tez sərhədçilərlə atışmalar olurdu və bu atışmada sərhədçini öldürən qaçaqmalçı ya tutularaq Sibirə katorqaya sürgün edilir, ya da dağlara qaçaraq qaçaqçılıq həyatı keçirirdi. 19-cu əsrdə Qarabağda və Zəngəzurda məşhur olan Şuşa əsilzadəsi Məhəmməd bəy Kavaler məhz İrandan qaçaq malı gətirərkən Rus zabitini öldürdükdən sonra qaçaq düşmüşdü. Müstəmləkəçilik istibdadına və yerli bəylərin zülmünə qarşı çıxan və əzilən kəndlilərin hüquqlarını qorumaqla ədaləti bərpa etmək istəyən qaçaqlar arasında Gəncəbasarda Dəlialı, Qaçaq Kərəm, Qaçaq Qəmbər, Qandal Nağı, Qarabağda Məhəmməd bəy Kavaler, Qaçaq Süleyman, Qaçaq Murtuza, Zaqatalada Qaçaq Yusif, Qubada Qaçaq Mayıl, Şəkidə Qutqaşenli Kərim Əfəndi, Zəngəzurda Qaçaq Nəbi xüsusi şöhrət qazanmışdılar. 19-cu əsr Azərbaycanda qaçaq hərəkatının lideri şübhəsiz ki, Qaçaq Nəbi sayılır. Nəbi Alıoğlu 1854-cü ildə Zəngəzurun Aşağı Mollu kəndində anadan olmuşdur. Ailə çox kasıb həyat sürdüyündən atası 15 yaşlı Nəbini öz kəndlərində Kərbəlayı Cəfər ağaya nökər vermişdir. Kərbəlayı Cəfər Nəbinin atası Alı kişini bir ara getmək üstündə döydürərkən 16 yaşlı Nəbi ağasının üstünə atılıb yumruqlamış və ilk dəfə narahat adam kimi çar məmurlarının diqqətini cəlb etmişdir. Bundan sonra Nəbi daha 10 il Şuşada müxtəlif ağalara nökərçilik etmişdir. Qaçaq Nəbi haqqında ilk samballı tədqiqat əsərinin müəllifi Bəhlul Behçətin yazdığına görə Mollu cəmaatı ilə Mahızlı cəmaatı arasında çar məmurları tərəfindən qızışdırılan Sünnişiyə davasında ölən adamın qanını Nəbinin üstünə ataraq onu 8 il katorqa cəzasına məhkum edirlər.
Nəbi Şuşa qalasına aparılarkən əli ayağı qandallı halda sıldırım bir qayadan atılaraq qaçır və o gündən onun qaçaqçılıq həyatı başlayır. Qaçaqçılığın ilk günündən Nəbinin həyat yoldaşı Həcər və qardaşı Mehdi də onunla birlikdə olurlar. Çar üsul idarəsindən və yerli bəylərdən rəncidə düşən adamlar tezliklə qaçaq Nəbinin ətrafına toplaşırlar. Nəbi əsasən Zəngəzur və Naxçıvanda, qismən də Qarabağ və İranda 15 il qaçaqçılıq etmiş, sosial ədalətsizliyə qarşı mübarizə aparmışdır. Nəbinin qaçaq yoldaşlarından Sofulu Balakişi və Atakişi qardaşlarının Dağtumaslı Allahverdini, Şahbuzlu Şah Hüseynin, Naxçıvandan Tuzvəlini, Zəngəzurun və Qarabağın kəndlərindən olan Telli Qaranı, Xıdırı, Mahmudu, Lətifi, Qocanı, Mollu Kərimi qeyd etmək olar. Xalq kütlələri qaçaq Nəbiyə böyük rəğbət bəsləyir və daim ona dəstək vermişdir. Qaçaq Nəbinin dəstəsində adətən 70-80 nəfər qaçaq olardı. Qaçaqların dəstəyə qoşulması və dəstədən ayrılması könüllü idi. Nəbinin fəaliyyəti əslində Cənubi Qafqazda ilk partizan müharibəsi idi. O əvvəlcədən haraya hücum edəcəyini planlaşdırır, 20-30 atlı ilə hücum edir, sonra uzaq dağlara çəkilir, yaxud başqa mahala keçirdi. Bir çox müəlliflər Nəbinin qaçaqlıq müddətinin 20 ilə yaxın olduğunu söyləsələr də, Bəhlul Behçət Nəbinin 1881-1896 illərdə, yəni 15 il qaçaq olduğunu yazır. Bizcə bu məlumat daha dəqiqdir. Qaçaq Nəbi Çar və İran məmurlarının birgə hazırladığı fitnəkar xəyanət nəticəsində 1896 il martın 12-də Kərbəla ziyarətindən qayıdarkən İranın Türkiyə ilə sərhəddində yerləşən Larni kəndi yaxınlığında qaçaq yoldaşı Şah Hüseyn tərəfindən öldürülür. Qaçaq Nəbinin ölümündən 125 ildən çox keçməsinə baxmayaraq o, hələ də xalqın yaddaşında igidlik, ədalət, kişilik, düzgünlük simvolu kimi yaşayır. Təsadüfi deyildir ki, Azərbaycan xalqının yaratdığı üç ən məşhur qəhrəmanlıq dastanlarından Kitab-ı Dədə Qorqud, Koroğlu, Qaçaq Nəbi biri məhz bu yenilməz xalq qəhrəmanı haqqındadır. Qaçaq Nəbi öldürüldükdən sonra onun dəstəsi dağıldı. Yalnız Yağlıvənd cəmaatından olan Qaçaq Süleyman başına dəstə yığıb öz mübarizəsini davam etdirdi. Qaçaq Süleymanın 1906-1907-ci illərdə Təbrizdə Səttarxan hərəkatına dəstək verməsi faktı da vardır. Zəngəzurda qaçaq hərəkatı Qaçaq Nəbinin ölümündən sonra səngisə də qaçaqçılıq ötən əsrin 40-cı illərinə qədər davam etmişdir. Bu qaçaqlar adətən fərdi zəmindən yaxud qan intiqamı səbəbindən dağlara çəkilmiş, əsasən təkbaşına mübarizə aparmışdılar. 19-cu əsrin əvvəllərində Zəngəzurda tanınmış qaçaqlardan olan Kişi Tavat Alxaslı kəndi, Qaçaq Fərzalı Qaradərə kəndi, Kürdoğlu Məhəmməd Qaraçanlı kəndi, Qaçaq Ələkbər Qarakesdi kəndi, Baba Məmmədov erməni quldurlarına qarşı mətanətlə vuruşmuşlar. Zəngəzurda qaçaqların sonuncu nəsli 19-cu əsrin 30-cu illərinə təsadüf edir. Bu insanlar kolxoz quruculuğu zamanı bolşeviklərin ədalətsizliyinə üsyan edərək dağlara çəkilmiş, Çar Rus rejiminin yeni forması olan bolşevik müstəmləkəçiliyinə qarşı mübarizə aparmışdılar. Belə qaçaqlardan ən parlağı Sisiyanın Şəki kəndindən olan Qaçaq Qardaşxan idi.